Bugün Qarabağın baş məşqçisi Qurban Qurbanovun qızı Zəhra gəlin köçür. Bununla bağlı görüntüləri fotoqraf Həmid Həmidli Instagram hesabında paylaşıb. Allah səni xoşbəxt eləsin, sən mənim ürəyimsən, səni yola saldıq, amma həmişə qəlbimdəsən, ürəyimdəsən. Qurban Qurbanov qızına arzularında bildirib. Qeyd edək ki, fevralın 9-da Samir adlı bəylə ailə quran Zəhranın qız toyu olub. Sənə həm bu həyat, həm bu həyatda gözəl, xoş arzular nəsib eləsin. Mənim ürəyimsin. Biz yola saldıq, amma ürəyimsin. Xəbər verdiyimiz kimi, Türkiyəli müğənni Doğuş Acun Ilıcanlının məşhur Survivor yarışmasına qatılıb və bir neçə gün əvvəl oyundan uzaqlaşdırılıb. Doğuş video açıqlama yayımlayıb. O efirə getməyən müsahibəsini izləyicilər ilə bölüşüb. Yarışmadan əvvəl ciddi bir çəki problemim var idi. Yarışmada həmin artıq çəkiləri atdım. Survivora başlama səbəbim gözəl oldu. İdmana atdım, kilo aldım. İndi bir daha kilo almamağı düşünürəm. Deyirlər, uzaqlaşdırılmağa layiq idin. Yəqin layiq olduğum üçün oyundan çıxarıldım deyə Doğuş bildirib. Qeyd edək ki, müğənni aparıcı Xoşqədəm Hidayət qızı ilə ailəlidir. Onun bu nikahından Arın və Arda adlı 2 övladı var.